Hamıya salam. Deməli, bugün reabilitasiyanı yarımçıq keçməyin nəticəsi haqqında öz təcrübəmlə bölüşmək istəyirəm. Təxmini 3 il bundan öncə mən reabilitasiya 6 aylıq tam kursunu keçdim, bitirdim və ikinci mərhələyə çıxandan sonra artıq başım məni aldadırdı ki, sən özün bacaracaqsan, sən güclüsən, sən reabilitasiya nümunəvi şəkildə bitirmisən və s. və ilaxır. Amma bu müddət deyərdim ki, uzun çəkmədi. Qısa bir müddət ərzində mən yenidən istifadəyə qayıtdım. Və istifadəyə qayıdandan sonra ailəm başladı mənə sponsorluq etməyə. Necə sponsorluq etməyə? Yəni maddi baxımdan mənə sponsorluq etdilər. Gedirdim 10 manat verin, 5 manat verin, 20 manat verin. Onlar da bunu eləyirdilər və başa düşmürdülər ki, onlar mənə əslində kömək yox, daha da mənə uçuruma getməyimə yollar açırlar. Və bir müddət sonra mən dib yaşadım. Yəni valideynlərim mənə çarəsizlikdən artıq pul verə bilmirdilər, maddi baxımdan köməklik göstərə bilmirdilər və mən o dibi yaşayandan sonra müraciət elədim 12 addım reabilitasiya mərkəzinə. Başda Əkbər müəllim olmaqla bütün komandasına, bütün bugünkü gün bizim komandamıza öz minnətdarlığım var ki, olan sayəsində bugünkü gün reabilitasiyanı tam bitirdim. İkinci mərhələni tam bitirdim və bu gün artıq 1 ilə yaxındır ki, ayıq təmiz həyat yaşayıram. Buna görə yenə də öz böyük minnətdarlığımı bildirirəm. Sağ olun.